Bruce Lee'nin həyatı düşündüyünüzdən də maraqlıydı. Film Xəstəsi kanalına xoş gəlmisiniz və bugün biz Bruce Lee'nin həyat və karyerasına nəzər yetirəcəyik. Bizim hamımızın Bruce Lee olaraq tanıdığımız Lee Yun-fan 27 noyabr 1940-cı ildə Kaliforniyanın San Francisco şəhərində doğulub. Ho Chi-minh arvadı Grace Ho ilə birlikdə Amerika Birləşmiş Ştatlarında bir illik səfərdə olduğu zaman balaca Bruce dünyaya gəldi. O vaxt 6 nəfərlik olan Lee ailəsi 1940-cı illərin əvvəllərində Hong Konga qayıtdı və Bruce'un valideynləri onu tezliklə əyləncə sənayesinə tanıtdılar. Bruce 1946-cı ildən filmlərdə çəkilməyə başladı və onun ilk tanınmış rolu İnsanlığın Doğuşu filmində idi. Daha sonra 1950 illər ərzində ondan çox filmdə rol aldı. Bruce'un gənclik illəri çox rəngarəng keçib. Filmlərdə oynamaqdan əlavə, o həm də rəqs öyrənmişdi və nəticədə 1958-ci ildə Hong Kongun Crown Colony Cha-Cha rəqs çempionu oldu. Rəqs bir yana, o həm də bir qədər üsyankar uşaq idi. Bu səbəbdən bir dəstəyə qoşuldu və küçə döyüşlərində iştirak etməyə başladı. Məhz bu döyüşlərdən sonra Bruce döyüş sənətini öyrənməyə və müxtəlif döyüş üslublarını, texnikaları təhlil etməyə başladı. O öz sənətini cilalamağa başladı və Ip Man adlı ustadın yanında kung-fu öyrəndi. 16 yaşlı Lee çox çalışqan və səbirli bir tələbə idi. Bir dəfə hətta sinif yoldaşlarını aldadıb dərsin ləğv olunduğunu demiş, bu yolla tək başına ipmənlə məşq etmə imkanı əldə etmişdi. Bruce 18 yaşında olanda ABŞ-yə köçdü. Onun ölkədən çıxmasının səbəbi əsasən küçə döyüşləri ilə əlaqələndirilir. Deyilənə görə Lee təhlükəli bir triada ailəsinin oğlunu döyüb və təhlükəsizlik üçün ABŞ-a qaçıb. Bruce'un qardaşı Robert Lee isə xatırlayırdı ki, bir polis zabiti atalarına demişdi, əgər Bruce döyüşməyi dayandırmasa, həbsxanaya salınacaq. Hər halda Bruce'un həyat tərzi onu problemlərə salırdı və buna görə də o, daha məhsuldar və sakit bir həyat üçün ABŞ-a getdi. Lee ABŞ-da məktəbi bitirdi və Washington Universitetinə qəbul oldu. Maddi cəhətdən özünü təmin etmək üçün o, kung-fu dərsləri keçməyə başladı. Onun açdığı studiyanın adı Seattle Yun-Fun Kung-Fu İnstitutu idi. 1960-da açılan bu məktəb 1967-ci ilə qədər fəaliyyət göstərdi. While the site of Bruce's first school in Seattle's Chinatown is now a restaurant, the memories of the early days are still fresh. Bruce 1964-cü ildə sevgilisi Linda Emery ilə evləndi və onlar Kaliforniyaya köçdülər. Burada onların 2 uşağı dünyaya gəldi. Oğlu Brandon 1965 doğumlu və qızı Shannon 1969 doğumlu. Bu köç onların həyatı üçün uğurlu oldu. Çünki Bruce tezliklə ABC kanalında yayımlanan Yaşıl Arı, The Green Hornet serialında Kato rolunu qazandı. Excuse me, please. Let me. Əlbəttə, həmin vaxt bu serial və rolu Bruce'un sonrakı şöhrəti və faciəli gənc ölümü sayəsində məşhur oldu. O zaman isə Yaşıl Arı çox sevilmədi və ABC kanalı serialı cəmi bir mövsüm sonra 1967-ci ilin martında dayandırdı. Bundan sonra Bruce Kaliforniyada 2 yeni döyüş sənəti məktəbi açdı. Biri Oaklandda, digəri isə Los Angelesdə. Bu məktəblərdə o özünün yaratdığı unikal döyüş tərzini, Jet Kune Do, tutulan yumruğun yolunu öyrədirdi. Bu üslub Lee'nin fəlsəfi düşüncələrinin məhsulu He was idi. extremely goal-oriented and extremely creative, and he was always sort of in process and working things out in writing by physically writing them down in his notebook. Onun fəlsəfəsi qeyri-formal və sərhədsiz döyüş üslubunun əsasını qoydu. Zehnini boşalt, şəklini dəyişən ol. Su kimi ol. Suyu stəkana töksən, stəkan olur. Şüşəyə töksən, şüşə olur. Çaydanlığa töksən, çaydan olur. Su axa da bilər, dağıda da bilər. Su kimi ol dostum. Yaşıl Arı serialı uğursuz oldu. Amma Bruce Lee'ni Amerika tamaşaçısına tanıtdı. Ona məsləhət verdilər ki, bu yeni şöhrətindən istifadə edib Hollywoodun məşhurlarına kung-fu öyrətsin. O da elə etdi. 1 saatlıq dərsə $150, 10 dərs üçün isə $500 alırdı. Relax, relax. That's the eye flick. Bruce o dövrdə James Coburn, Roman Polanski və Steve McQueen kimi məşhurlara dərs keçirdi. Bruce deyirdi, bu oğlanın içində bir sərtlik var. I mean, he would say, all right, baby, here I am, man. You know, and he'll do it. Amma buna baxmayaraq ailə üçün çətin günlər idi. Dərslərdən gələn pul az idi. Aktyorluq işi isə tapmaq çətinləşmişdi. Bu ağır dövrdə Bruce'un həyat yoldaşı Linda ailəni dolandırmaq üçün axşamlar işləyirdi.
Üstəlik, Bruce məşq zamanı belindən ağır zədə almış və aylarla yatağa düşmüşdü. You made a mistake. Don't touch me. I don't want you here. I don't want you. Get out. Go. Hər şey pis gedirdi. Ta ki Bruce oğlu Brandonla birlikdə Hong Konga səfər edənə qədər. Məlum oldu ki, yaşıları Hong Kongda çox məşhur idi və Bruce milli qəhrəmana çevrilmişdi. O küçədə tanınır, televiziya proqramlarına dəvət alırdı. Bu populyarlıq ona Golden Harvest adlı film şirkəti ilə 2 filmlik müqavilə imzalamaq imkanı yaratdı. Deməli siz bununla məşğul olursunuz? Ha, ne olsun ki? Bu 2 film Böyük Patron, The Big Boss və Qəzəb Yumruğu, Fist of Fury oldu. Köməyinizə ehtiyacımız yoxdur. Dalaşmaq istəyirsinizsə, mənlə dalaşın. Bu filmlər Bruce Lee-ni Hong Kongda super ulduza çevirdi. Daha sonra o, Raymond Chow ilə birlikdə Concord Production Incorporated adlı film şirkəti qurdu. Bu şirkət Bruce'un yazdığı, rejissorluq etdiyi və baş rolda oynadığı Əjdahanın Yolu, Way of the Dragon filmini istehsal etdi. Filmlərin böyük uğuru Warner Brothers studiyasının diqqətini çəkdi və onlar həm Golden Harvest, həm də Concord ilə əməkdaşlıq edərək Əjdahaya Giriş, Enter the Dragon filmini çəkdilər. Film 19 avqust 1973-cü ildə nümayiş olundu və dərhal klassikaya çevrildi. O, 70-ci illərdə bütün dünyada döyüş filmlərinə maraq artırdı. Təəssüf ki, Bruce Lee artıq bu uğurun sevincini yaşaya bilmədi. 1973-cü ilin may ayında Bruce səhhətində problemlər hiss etməyə başladı. Tutmalar və baş ağrıları yaşayırdı. 10 mayda Əjdahaya Giriş filminin səs yazısı zamanı qəflətən yıxıldı və xəstəxanaya aparıldı. Ona beyin ödemi, yəni beyin şişməsi diaqnozu qoyuldu. Los Angeles'dəki UCLA tibb mərkəzində həkimlər onun böyük epileptik tutma keçirdiyini dedilər. Lakin başqa heç bir problem tapmadılar. Sağlamlıq arayışı ilə evə buraxıldı və Hong Konga qayıdıb yeni filmi Ölüm Oyunu, Game of Death üzərində işləməyə başladı. Lakin bir gün Tayvanlı aktrisa Betty Tinglə görüş zamanı özünü pis hiss etdi. Başı gicəlləndi və onun verdiyi Equagezik adlı ağrı kəsici tabletdən qəbul etdi. Dincəlmək üçün uzandı, amma yuxuya getdi və bir daha oyanmadı. Bruce Lee 20 iyul 1973-cü il axşamı yuxuda vəfat etdi. Həkimlər ölüm səbəbini yenidən beyin ödemi kimi qeyd etdilər. 2 ay sonra işə cəlb olunan ekspert Donald Tai dedi ki, Bruce həmin dərmanın tərkibindəki metabromat maddəsinə qarşı həddindən artıq həssaslıq göstərmişdi. Concord şirkətinin həmtəsisçisi Raymond Chow da eyni fikirdə idi. Onun fikrincə, Bruce dərmana allergik reaksiya verərək dünyasını dəyişmişdi. Bruce Lee-nin irsi bugün də yaşayır. O, döyüş sənətinin simvollarından biri sayılır. Time jurnalı onu 20-ci əsrin 100 ən təsirli insanından biri adlandırıb. I see your talents have gone beyond the mere physical level. Your skills are now at the point of spiritual insight. Davam etməzdən əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngi basmağı unutmayın. Telefonunuzdan izləyirsinizsə, vaxtaşırı videolara baxmaq və ya onların hamısı üçün bildiriş almaq seçiminiz var. Parametrlərinizə daxil olun və bildirişləri yandırın. Bruce Lee-nin heykəlləri bugün dünyanın bir çox yerlərində ucaldılıb. Onun doğma Hong Kongunda, Mostarda və Los Angelesdə. Onun filmləri bugün də klassika sayılır. Müasir rejissorlar, o cümlədən Quentin Tarantino, onun irsinə hörmətlə yanaşır. Tarantino bir zamanlar Hollywoodda Once Upon a Time in Hollywood filmində Bruce Lee obrazını aktyor və döyüş ustası Mike Moe vasitəsilə canlandırmışdı. Bak dostum, sorun istemiyorum. Sadece işimi yapmak için buradayım. Ama söylediklerime gülüyorsun. Fakat ben komik bir şey demiyorum. Sence bu kadar komik olan ne? Ancaq bu obraz bir çoxlarının, o cümlədən Bruce'un qızı Shannon Lee'nin tənqidinə səbəb oldu. O demişdi, Bruce Hollywoodda daim kənara itələnir, əhəmiyyətsiz biri kimi göstərilirdi. Filmdə də eyni münasibət əks olunub. Bruce Lee-nin həyat yoldaşı Linda Lee Cadwell və qızı Shannon bugün də onun xatirəsini yaşadırlar. Təəssüf ki, oğlu Brandon
1993-cü ildə The Crow filmini çəkərkən baş verən faciəli qəza nəticəsində dünyasını dəyişdi. Bu, atasının ölümünün 20-ci il dönümünə təsadüf edirdi. Baxdığınız üçün təşəkkürlər. Film Xəstəsi kanalına abunə olub bildirişləri açmağı unutmayın ki, ən son videolarımızdan xəbərdar olasınız.